12 il ət yeməmişəm. O da mənə tok vurmuşdu o vaxt. Ondan sonra Tok hardan niyə? 2012-ci ildə mən bir təşkilat tələbə gənc, o vaxtda 19 yaşım var idi, oradaydım. Onlar da harasa köçürdülər, dostuma kömək etdim ki, köçsünlər. Birdən oradan dedilər pajar qışqırırlar, qaçdılar bu tərəfə. Mən də belə refleks oldu, qaçdım pajar olan tərəfdə, güya mən şeyimdə belə qəhrəman. İnəyə bura. Bu səfər anti yox. Əsl qəhrəman. Qaçdım ora və bidon dağılıb. Bidonu elə bir kimsə söndürmək istəyib, söndürməyib. Sayğac sən demə yanılmış, oradan alov başlayıb. Mən də bilmədim də sayğacı təbii ki. Götürdüm bu bidonu, tökdüm o yanan yerə. Və belə 10 saniyə hardasa yerimdən tərpənmədim. Amma bu mənə çox vaxt kimi gəldi də. Sonra tullandım ki, quru yerə tullandım, başladım gülməyə. Ha gülürəm. Sonradan bilmişəm sinirlərimdə belə dəyişmə oldu. Bəs əylənirdin o? Yox, Gülən vaxtda əylənirdin, yoxsa? Yox. İsterik bir gülüş. Təşəkkürlər Tərlan. Evdə yoxlamayın. Deyirlər ki, elə bil ölmüsən də, belə ildırım çaxıb çöl elə bil. Oyda. Ne ölmesi kardeşim, bayılmışım. Sonra ondan sonra gəldim evə, dolma idi yemək. Mən dedim ki, tez keçdin ha belə. Dolma vaxtı tok vurub hemen orada. Qabağına dolma koyublar ki bala ye. Sən dolmaya Montaj əsəbləşmirsən elədim yəni. Montaj elədim. Mən tok vurub be ya, mən dolma verirsən. Ət istəmirəm. Hə. Ama toktan sonra eve dolma gelir. Elə biləm tok vurandan sonra qatıq yesən nəsə biraz xeyir olar. Hər şey. Salım qatıq ya. Antakloska.